Növbəti il Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinə 450 milyon manat ayrılması planlaşdırılır. Bu məsələ ictimaiyyətdə bir sıra narahatlıqlara səbəb olub. Belə ki, bir neçə il öncə zavodun Qaradağa köçürülməsi müzakirə edilirdi. Ancaq neftin ucuzlaşması, iqtisadi böhran, devalvasiya və inflyasiya səbəbindən layihə yarımçıq qaldı. Mütəxəssislər bildirirlər ki, zavodun yaşayış məntəqəsində yerləşməsi həm təhlükəsizlik, həm də ekoloji baxımdan yol verilməzdi. Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Dövlət Neft Şirkətinin neft emalı zavodunun modernləşdirilməsi ilə bağlı hələ 2015-ci ildə qərar verilmişdi. Prezident 2008-ci ilin may ayında hökumətə tapşırmışdı ki, Bakı şəhəri hüdudlarında yerləşən 2 neft ayırma zavodunun şəhər kənarına köçürülməsi təmin olunsun. Bu məsələ 2015-ci ilin aprel ayına qədər bir neçə variantda müzakirə edildi və SOCAR modernləşdirmə ilə bağlı layihələndirmə işləri apardı və bu olduqca baha başa gəldi. 2015-ci ildəki devalvasiyadan və neft qiymətlərinin ucuzlaşmasından sonra qərara alındı ki, yeni zavod tikmək əvəzinə mövcud yer təmir edilsin. Həmin zavod 1953-cü ildə istismara verilib və hazırda 72 yaşı var. Azərneft yağ zavodu isə 2018-ci ildə demontaj edilərək ləğv olunmalı idi. Ancaq bugün də ilkin neft emalı proseslərində istifadə edilir. Zavodun yanından keçənlər orada hələ də məşəl yandığını görə bilərlər. Bu, emal prosesində əmələ gələn qazların havaya buraxılmaması üçün olsa da, prosesin ekologiyaya təsiri də az deyil. Ekspert deyib ki, neft emalı zavodu yüksək risk dərəcəsinə malik sənaye obyektidir. Əgər orada hər hansı yanğın və ya partlayış baş verərsə, bu, Bakının mərkəzində yerləşən yanğın və ekoloji riskləri ən yüksək səviyyədə olan bir obyekt üçün çox təhlükəli olar. Qeyd etdiyim qərardan 10 il keçib, ancaq zavodun biri hələ də Bakı buxtasının kənarında yerləşir. Bu isə həm ekologiyaya, həm bulvarın genişlənməsinə, həm də Ağ şəhər kimi yeni yaşayış məntəqələrinin formalaşmasına mane olur. Mütəxəssis xatırladıb ki, 2025-ci ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti sözü gedən zavodda 2 dəfə baş verən qəza ilə bağlı əməliyyatda keçirib. Yanğın və istehsal qəzası qısa vaxtda lokallaşdırıldı. Ancaq bu fakt bir daha sübut etdi ki, belə bir təhlükə realdır.